Lim sınaq imtahanının 68-ci sualı ilə tanış olan D funksiyası verilib və burada deyir ki, nam bərabərdir 20 olduqda bu proqramın nəticəsi nəyə bərabər olacaq? Birinci addımda F20-ni artıq namın yerinə 20 yazdığım üçün F20-ni hesablayırıq. Bizdə count bərabərdir 0 verilib. Y-nin qiyməti bərabərdir 2-yə. Şərtimizdə deyir ki, əgər 20-ni nam bölünsün i böyük bərabərdir 1. 20-ni 2-yə böləndə bərabər olacaq 10,0'a. Bu böyük bərabərdir 1-dən. Bəli. Böyük bərabərdir 1 olduğu üçün count bərabərdir count, yəni 0 üstə gəlinsin int 20 bölünsün 2. Yəni int tam ədədə çevirir, 22-yə böləndə 10 eləyir, 0-ın üstünə 10'u gəlirik, bərabər olur 10'a. Sonra i bərabərdir, i vurulsun 5, yəni 2 vurulsun 5 bərabərdir 10. Artıq i-nin yeni qiyməti oldu 10. İkinci addımda yenə bizdə nam 20-yə bərabərdir. Artıq i-nin yeni qiyməti 10'dur. 20-ni 10'a böləndə olacaq 2,0. Böyük bərabərdir 1. Yenə bəli. Onda burada count bərabər olacaq. Yenə count'un yeni qiyməti 10 üstə gəlinsin. 20-ni 10'a böləndə 2,0 intə çevirsək 2 bərabər olar 12'yə. i-nin yeni qiyməti isə i vurulsun 5, yəni 10 vurulsun 5 bərabərdir 50'yə. Üçüncü addımda yenə gəlirik while şərtinə. Deyirəm ki, nam 20 bölünsün 50 böyük bərabərdir 1. Burada artıq xeyr cavabını almış oluruq. Çünki 20-ni 50'yə böləndə 5'də 2 eləyəcək. O da eləyir 0,4 böyük bərabər deyil 1'dən. Böyük bərabər deyil 1'dən olduğu üçün artıq bizim bu while'in içərisində, dövrün içərisində olan addımlarımız icra olunmur. Avtomatik olaraq keçir return count'a. Return count'da da count'un sonuncu qiyməti, yəni çap olunacaq. Bizdə də count'un sonuncu qiyməti 12 almışıq. Deməli, doğru cavab Y variantı 12 olmuş olur. Bu 68 nömrəli sualın izahı. 69 nömrəli sualın çox sadə sual verilib. Deyir 4/1 terabayt. Terabaytı bərabərdir neçə bayta? Biz bilirik ki 1 terabayt bərabərdir 2 üstü 40 bayt. 4/1'i 2'nin kvadratı kimi yaza bilər. 2'nin kvadratında 1 vurulsun 2 üstü 40 bayt. Bölmədə qüvvətlər çıxılır, olur 2 üstü 38 bayt. Yəni D variantını almış oluruq. Bunu da təmizləyək. Keçək 70-ci sualımıza. 70-ci sualda nə deyilir? 70-ci sualda deyir ki, təqdim olunan qrafda ixtiyari bir təpə və ondan çıxan tillər silindikdən sonra əldə edilən yeni qrafın qonşuluq matrisində. Yəni, bir dənə hər hansı bir təpəni və ondan çıxan tilləri biz silirik. Bunları siləndə yerdə burada deməli 5, 6, 7, 8, 9 dənə təpə qalmış olur. Biz də bilirik ki, bu tip məsələlərdə qayda belə idi ki, bizim neçə dənə təpəmiz varsa, həmin təpənin kvadratı şəklində yazılıb. 9 təpəmiz olduğu üçün 9'un kvadratı şəklində, yəni 81. Bu aldığımız bizim 81 ədədi içərisində həm sıfırların sayı var, həm birlərin sayı. Yəni sıfırların sayı və birlərin sayını toplamışıq 81 ədəd edir. Sonra birlərin sayını tapmaq üçün baxırıq. Burada neçə dənə tildən istifadə edilir. 5 til burada 6, 7, 8, 9, 10, 11, bir də burada 12.
12 tilimiz var və hər til özündən çıxıb tutaq ki, özünə qaydırıqsa 12 vurulsun 2 bərabər olur 24 tilə. Burada bizim qeyd elədiyimiz 24 birlərin sayıdır. Ümumi 81-dən 24-ü çıxırıq, bərabər olur 57. 57 isə bizim tapdığımız sıfırların sayıdır. Bizdə şərtli isə istəyir ki, sıfırların sayının birlərin sayından nə qədər çox olduğunu müəyyən edək. Sıfırlarımızın sayı 57, birlərimizin sayı 24. 57-dən 24 çıxdı, oldu 33. Yəni A variantı doğru cavabdır. 71-ci suala baxaq. Qeyd edək 71-ci sualı. Birinci sualda hər səhifəsində 32 sətr və hər sətrində 64 simvol olan mətn sənədi Unicode standartında kodlaşdırılıb. Deməli, bizdə neçə səhifə olduğu bilinmir. Həcmimizi tapmaq üçün V bərabərdir. X-dən səhifəmiz var və hər səhifəmizdə 32 sətr. Mən 2-nin qüvvəti kimi yazacağım. 2 üstü 5. 64 simvolu 2 üstü 6 kimi göstərəcəm. Unicode-la kodlaşdırıldığı üçün Unicode-da biz bilirik ki, Unicode 16 bitə bərabərdir. Bu da bərabər edir 2 byte. Ona görə də mən Unicode kodlaşdırması dedikdə vuracağım 2 byte. Və bizim ümumi həcmimiz 2 üstü 12 vurulsun x byte olar. Sonra şərtdə deyir ki, arxivləşdirmə nəticəsində informasiya həcmi 20% azalaraq 80 kilobayt olub. Yəni 2 üstü 12 x azalır deyirsə çıxmalıyam. Çıxıram 2 üstü 12 x-in 20%. 20%-imizi isə kəsr şəklində göstərsək 5-də 1-ə bərabər olar. Yəni bölünsün 5 bərabər olub 80 kilobayt. Kilobayt da 2 üstü 10 bayt olduğu üçün mən 2 üstü 10 vurulsun 2 üstü 10 kimi yazıram. Niyə baytla yazıram? Çünki mən həcmimi baytla tapmışam. Hər tərəfi 5-ə vursaq 5 vurulsun 2 üstü 12 x çıxılsın 2 üstü 12 x bərabərdir. 5 vurulsun 80 vurulsun 2 üstü 10-a. 2 üstü 12 x-i 12-ni daha doğrusu mötərizə xaricinə çıxarsaq 5x çıxılsın x bərabər olar. 5 vurulsun 80 vurulsun 2 üstü 10. Buradan 2 üstü 10-dan 2 üstü 12-ni ixtisar edirəm. Qalar 2 üstü 2, yəni 4 vurulsun. 5x-dən x-i çıxaram 4x bərabərdir. 5 vurulsun 80-də. 4-ü 4-ə vursam 16, 80-dən ixtisar edirəm. 5 qalar burada. X bərabərdir. 5 vur 5, 25. Deməli, bizim bu sənədimizdə 25 səhifə olmuş olur. Doğru cavab B variantı alınır. Keçək növbəti sualımıza. Növbəti sualımızda bizdə bir dənə bu şərti burada yazacağım. 1, 2, 3 şəhər bərabərdir Bakı. Or şəhər bərabərdir bizdə Gəncə. Dırnağı bağlayaq. And xərc böyük bərabərdir 200 bağlayırıq. And yaş böyükdür 25 and yaş kiçikdir 40. Or status bərabərdir pasif. Sorğusu verilir. Nəticəsində cəmi xərclərin, belə deyək, müştərinin xərclərinin cəmi neçədir soruşur. İndi mən cədvəl görmək üçün onları orada qeyd elədim. Bir dənə cədvəlimizə baxaq. Deməli, biz burada qeyd etdikcə onlar orada getmiş oldu. Eyb yox.
Belə baxaq, buradan baxaq. Deməli, bizim şərtimizdə birinci soruşurdu yaşı. Ona görə yaşı açaq. Görək burada yaş nə qədərdir? Bir saniyə. Burada qeyd edeyim. Yox, birinci şəhərdən başlayaq. Çünki şəhər verilmişdir. Şəhər bərabərdir Bakı və ya şəhər bərabərdir Gəncə. Birinci bu sorğunu tapmalıyıq. Deməli, Bakı olanlar 1, 3, 5, 7 və 9. Gəncə olanlar 2 və 6. Deməli, or olduğu üçün biz bunları birləşdiririk. Olacaq nəticədə 1, 2, 3, 5, 6, 7 və 9. Bu aldığımız cavabı əldə edirik. Xərc böyük bərabərdir 200-dən. Xərcimiz 200-dən böyük bərabər olan hissə 2, 3, 4, 5, 7, 8 və 9. Yəni alınır 2, 3, 4, 5, 7, 8 və 9. Biz burada ənd etdikdə, yəni ənd ortaq olan elementlər, belə deyək, elementlər deməkdir. Yəni bunun nəticəsində alınır 2, 3, 5, 7 və 9. Bunu almış olduq. Bu bizim birinci, belə deyək, mötərizəmizin içərisi. İndi ikinci mötərizəmizə baxırıq. İkinci mötərizəmizdə yaş böyükdür 25 və ənd yaş kiçikdir 40 verilmiş olur. Baxırıq, yaşın 25-dən böyük olan halları 2-də, 3-də, qeyd edək burada 2-də, 3-də, 4-də, 5-də, 7-də, 8-də və 9-dadır. Ənd yaşın 40-dan kiçik olan halları. 40-dan kiçik olan hallar isə baxaq, ənd verib bizdə. Bir dəqiqə, yaşın, əndlə verilib və yaşın 40-dan kiçik olan halları. 1, 2, 3, 4, 5-də yoxdur, 6, buradan qeyd eləyək, 6, 7 və 8. Ortaq olanlar 2-dir, 3-dür, 4-dür, 7-dir və 8-dir. Bu da qalsın bu hissədə. Bunu or etməliyik passivlə. Yəni statusu bərabər olsun passivə. Statusu passiv olanlar 2-dir, 5-dir və 8-dir. 2-dir, 5-dir və 8-dir. Bunları or edəndə, bir saniyə gözləyin. Bunları yəni birləşdirəndə bizim nəticəmiz olacaq ortaq olanlar, belə deyim, şərtdə or var idi də, bəli. 2, 3, 4, 7 və 8. Hətta burada 5 də var. Bəli, 5 də var. Bunu da qeyd etdik. İndi baxın, bizdə yuxarıda bu hissə alınmışdı. Bura alınmışdı. 2, 3, 5, 7, 9. Aşağıda isə 2, 3, 4, 7, 8, 5. Və bu aldığımız hissələri biz ənd etməliyik. Yəni bu hissələrin ortaq olanları olacaq 2, 3, bizdə olacaq 2, 3, 5 də ortaqdır. Bir də ortaq olan elementimiz oldu 7. Yəni ikinci, üçüncü, beşinci və 7-ci müştəri ID'si. Bu ikisindən, baxın bu ikisindən
əldə edirik. 2-də xərcimiz 200 manatdır. 3-də xərcimiz 300 manatdır. 5-də xərcimiz 400 manatdır. 7-də xərcimiz 350 manatdır. Bərabərdir 500, 900, 1250. Almış oluruq A variantını. Bu da bizim 72-ci sualımızın izahı. Bunu da təmizləyək. 73-cü suala baxaq. 73-cü sualda 120 musiqi faylının hər birinin həcmi 6 MB təşkil edir. 700 MB həcmə malik boş diskə bu fayldan ən çox neçəsini yazmaq olar. Klasterimizin həcmi 4 KB verib. Deməli, klasterimizin həcmi 4 KB verdiyi üçün bizdə də 6 MB-dır. Hər birinin həcmi 120 musiqi faylının hər birinin həcmi 6 MB-dır. Yəni 6 MB 6 vurulsun 1024 eləyir. Klasterimizin ölçüsü də 4 KB olduğu üçün 1024-ün içərisində 4 yerləşdiyi üçün yəni o belə deyək də tam olaraq klaster 6 MB-ın içərisində tam ədəd olaraq yerləşəcək. Ona görə də artıq biz bunu bildiyimiz üçün ümumi belə deyək 700 MB həcmə malik boş disk deyirsə, biz artıq 700 MB boş diski bölürük 6-ya. 700-ü bölürük 6-ya. Bu küləyin səsi mane olur bizə. Bir saniyə gözləyək. Ee, 700 bölünsün 6. Bunu da bölsək 700-ün içərisində 7-nin içərisində 6 yerləşəcək bir dəfə. Bir dəfə çıxdım, onda bir dəfə yox, virgül sonra qoyaq. 40-da da 6 dəfə. Hardasa bu 6-lar belə təkrarlana gedir. Yəni bizim burada bu fayldan ən çox neçəsini yazmaq olar deyirsə, tam hissəmiz neçədirsə onu götürürük. Deməli, ən çox 116, bu fayldan ən çox 116-sını yazmaq olar. Doğru cavab B variantı. Bunu da təmizləyək. Keçdik 74-cü suala. 74-cü sualda n-in daxil edilən hansı natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 573 olur. Sonda bizə nəticəmiz, yəni print m-də m bərabərdir. Sonda nəticəmiz 573 və olması üçün biz burada n-ə nə daxil edə bilərik? Onu tapmalıyıq. Onu tapmaq üçün belə eləyək. Gəlin n bərabərdir int input. Biz burada if-lərin içərisinə baxaq. Deməli, n bərabərdir. N çıxılsın 99 vurulsun 3-dür. Bu aşağıda isə n bərabərdir. N çıxılsın n bölünsün 3-dür. Onda bu bərabər olur. N çıxılsın, m-in yerinə bu ifadəni yaza bilərik. N minus 99 vurulsun 3 bölünsün 3-ə. Bu 3 ilə bu 3 ixtisar getsə qalar n minus n plus 99. Yəni n bərabərdir 99 almış olarıq. Sonra deməli, bu 99 gəlib burada yoxlayırıq. 99 tax ki, böyükdür ondan. Bəli, ondan böyükdür. Onda m bərabərdir.
n minus 99 vur 3 üstə gəlsin 180 var da. Burada m bərabərdir. M üstə gəlsin 180. Bir də bizdə n kiçikdir bərabərdir 9 olduqda m bərabərdir. M üstə gəl 9 ifadəsi var. Yəni bunun üstünə bir dənə də 9 gəlsək ən sonda bərabər olar 573-ə. Buradan n minus 99 vurulsun 3 bərabərdir. 573 çıxılsın 189. 3 vurulsun n minus 99 bərabər olacaq. Çıxsaq 4, 8, 3, 384 n minus 99 bərabərdir. 1 dəfə 18-də 2 dəfə 8. N-i də tapsaq 128-in üstünə 99 gəlmiş oluruq. 7, bir yadda 2, 2, 227. N-in qiymətini tapdıq ki, N bərabərdir 227-yə. Yəni, doğru cavab A variantı almış oluruq. Belə deyim. N-in qiymətini biz burada 99 tapdıq. 99-u bunu ilə müqayisə elədik. Müqayisə elədikdən sonra N-in növbəti qiyməti 99 minus 90 olacaq. Yəni 9 olacaq. Və gəlirəm bu şərtdə 9 kiçik bərabərdir 9-dan. Bəli, 9 kiçik bərabər olduğu üçün 9-dan n bərabərdir. Bizim bu n-imiz 180 idi. Üstünə 9-u gəldik. Oldu 189. N isə bərabər oldu 9 minus 9. Yəni 0-a. Artıq biz yuxarıda bu n-in qiymətini 0-la müqayisə eləyəndə proqram burada da şərt ödənmir, burada da şərt ödənmir. Yəni belə deyək də proqram dayanmış olur. Ona görə də biz bu ifadəni bərabərlədik 573-ə. Bu da 74-ün 50, 75 nömrəli tapşırığın həllinə baxaq. 75-i qeyd eləyək. Hı, 75 nömrəli misalda nə verib? T bərabərdir 1, S bərabərdir 0, A bərabərdir 2. Şərtdə deyir ki, T bərabərdir 1-ə. Bəli, T bərabərdir 1-ə. Bəli olduğu üçün A-nın A faiz 5 bərabərdir 0. Əgər deyir. A-mız da bizdə 2-dir. Yəni 2-ni 5-ə böləndə qalıq 0-a bərabərdir. Təbii ki, xeyr. Qalıq 0-a bərabər olmadığı üçün biz keçirik bu hissəyə. S bərabərdir. S üstə gəlinsin A. S-in qiyməti 0-da, A-nın qiyməti 2-dir. 0 üstə gəlinsin 2 bərabərdir 2-yə. A-nı da bir vahid artırırıq. 2 üstə gəlinsin 1 bərabərdir 3. Gəlirik yenə. A-nın qiyməti aldıq 3. 3-ü böləndə 5-ə bərabərdir 0-a. Xeyr. Yenə S-i S bərabərdir. S-in qiyməti 2 idi. Üstünə A-nı gəlir. 3-ü gəlirik. Olur 5. A da bərabər olur. 3 üstə gəlsin 1 bərabərdir 4-ə. Yenə A-nın qiyməti 4-dür. 4-ü böləndə 5-ə bərabərdir 0. Yenə bu da xeyr olduğu üçün keçirik. S bərabərdir S, yəni 5 üstə gəlinsin 4 bərabərdir 9-a. A da bərabərdir 4 plus 1 bərabərdir 5-ə. Gəlirəm. 5 bölünsün 5 bərabərdir 0-a. Burada artıq bəli cavabını almış olur. Bəli olduğu üçün T bərabər olur 0-a, S bərabər olur. S üstə gəl A, yəni 9 üstə gəlsin 5 bərabərdir 14-ə, üzürlü sayın. A da bərabərdir 5 üstə gəlsin 1, 6-ya. Artıq 6 faiz 5 bərabər deyil 0-a.
Yəni ümumiyyətlə bunu hesablamaya ehtiyac yoxdur. Bizdə S-in son qiymətini istəyir. S bərabərdir 14. Yəni doğru cavab C variantı.